Salam, hər kəsi salamlayıram. Sizinlə bugün proqramlaşdırmaya aid belə bir test nümunəsinə baxacağıq. Görək bizdən nə istəyir. Deməli, ilk öncə Python proqramlaşdırmada, yəni biz bunu mükəmməl bilmək istəyiriksə, ilk öncə bunu oxumağı bacarmalıyıq. Yəni sonda bizdən nə istəyir? Baxıram ki, çünki oxumağı bacarmasaq biz bu tip və bundan daha qəliz sualları baxarkən təbii ki, bizi qorxuda bilər. Ona görə də baxıram ki, nə istəyir. İlk öncə oxuyuram. Baxıram ki, burada i hərf, deməli, i-nin qiymətləri -100-dən müsbət 99-a qədər. Niyə müsbət 99-a qədər? Çünki rangedə sonuncu ədəd götürülmüş. Və baxıram ki, i hər dəfə, yəni daha doğrusu h hər dəfə i-nin qiymətlərini götürür. i-dən 25-i çıxıb, daha sonra i plus 16, yəni i-nin üzərinə 16 gəlib, bunun hasilini taparaq 0-dan böyük bərabərdirsə s-i bir vahid artırır. Deməli, bunun nə istədiyini mən artıq müəyyən elədim. i-nin aldığı qiymətlər, deməli, -100-dən müsbət 99-a qədərdir. -100-dən müsbət 99-a qədərdir. Qeyd eləyək burada, yəni i hər dəfə hansıları alır? Deməli, buradan qeyd eləyək, h bərabərdir i minus 25 plusun, deməli, i plus 16. Və əgər dediyim kimi 0-dan böyük bərabərdirsə, s-i bir vahid artır. Burada baxıram ki, i hansı qiymətləri alır? Yəni, təbii ki, hamısını yazmayacağım. i alır -100-ü, i alır -99-u, i alır -98-i. Və nəhayət, i alır 0-ı da götürür, i alır 1-i, i alır 2-ni, i alır sonda nəyi? 99-u. Dediyim kimi, yəni hamısını təbii ki, yazmayacaq. Burada sadəcə olaraq, nəzəri olaraq gözünüzə formalaşsın deyə bunları qeyd elədim. Deməli, bunu tapmaq üçün əvvəlcə aralıqları müəyyən eləməliyəm. Bunun üçün riyaziyyatdan intervallar üsulundan istifadə edirik. Deməli, baxıram ki, ilk öncə i-nin aralığını müəyyən edirəm. Yəni, i-nin aldığı hansı qiymətləridir? -100-dən müsbət 99-a qədər. i alır hansı aralıq? -100, bir də müsbət 99. i-nin bu qiymətləri deməli alır. İndi bunların köklərini tapaq. Deməli, i minus 25 bərabərdir 0-a, i də bərabərdir müsbət 25-ə. Deməli, i plus 16 0-a, i də bərabərdir -16-ya. Deməli, h-ın da deməli, aldığı aralıqları qeyd elədik. Alırıq hansı aralığı? Müsbət 25-dən mənfi, deməli, 16-ya qədər. Bu aralıqları alır. Biraz. Deməli, alırdı haranı? Müsbət 25 və bir də -16-nı. -16 aralığını alır. Burada baxıram ki, burada da müsbət idi, burada da. Yəni, i-ni niyə vuranda i kvadratı. Deməli, müsbət ədədlə başlayırıq. Müsbət, mənfi və müsbət. Müsbət 25-dən 99-a qədər aralıqdakı olan ədədlər deməli, mənə müsbət ədədi verir. Yəni, h-yə doğru gedirik. Yəni, h-ni götürürük də, 0-dan böyük bərabər şərtini ödəyir. Və -100-lə də -16 aralığında olan ədədlər yenə mənə h-ni verir. Yəni, h 0-dan böyük bərabər ədədini ödəyir. Bərabər şərti olduğuna görə, yəni h böyük bərabərdir 0 şərti olduğuna görə mən 25-i də götürürəm, 16-nı da götürürəm. Niyə? Bunu isbat edək. Müsbət 25-i götürəndə, müsbət 25-dən, yəni i əgər müsbət 25-i gedib alırsa, buradan qeyd edək, i bərabər tutaq ki, 25-i götürür. 25-dən 25-i çıxanda bura 0 olur. Və i-nin üzərinə, yəni 25-in üzərinə 16 nə gəlirəmsə, bir tərəf 0-dırsa, digər tərəf hansı ədəd olmasına baxmayaraq, mənə hasil olaraq 0 verir. Çünki burada vurma var axı. 0-ı nəyə vursaq 0 olur. 0 0-dan böyük bərabərdir, hə. Buna görə mən 25-i də götürürəm.
Əgər böyük bərabər şərti yox, sadəcə böyük olsaydı təbii ki, mən 25-i götürməyəcəkdim. Və -16-nı da dediyim kimi götürürəm. -16-nı yenə də gedib götürsək, i bərabərdir -16. -16-nın üzərinə 16 gəlsəm, bura 0 olur. Buranın nə olmasından asılı olmayaraq 0-a nəyə vursam 0 olur. 0 0-dan böyük bərabərdir, yenə hə deyir. Buna görə də hər iki aralığı götürürəm. Həm -16-nı, həm də 25-i. Və ilk öncə deməli, S-i tapaq, daha sonra K-nı avtomatik olaraq özümüz tapa biləcəyik. Yəni bir tərəf tapsaq, digər tərəf tapmaq asandır. Deməli, 99-dan çıxıram 25-i, üzərinə gəlirəm 1. 99-dan 25-in çıxanda alıram 74 plus 1, 75. 75 buranın, yəni həq olur. Mənfi deməli, aralığı da müəyyən edək. -100-dən çıxıram 16-nı, yəni mənfini onsuz da mənə say lazımdır. Ona görə mənfinin burada önəmi yoxdur, yəni çıxmada. Sadəcə say lazımdır mənə. 84 plusda 1, alıram burada 85. 85 ilə 75 mənə verir 160-ı. Deməli, S bərabərdir 160 alır. S 160 alır və qalırıq LC halına. S-imizi artıq müəyyən elədik. Bildik ki, burada 160 halını ödəyir. Baxıram ki, LC halına, yəni ödəmədiyi hal hansılardır? Yəni LC-yə düşdüyüm hal hansı? LC-yə düşdüyüm halda K-nı bir vahid artırmışam hər dəfə. Baxıram ki, 160 buradadır. Deməli, 160 buradadırsa və LC-də 40 halında, yəni LC-də 40 alır. Nəyə görə 40 alır? Çünki bizim ədədimiz nə idi? -100-dən -99-a qədər. -100-dən 100 ədəd. Bir dənə də 0 halımız var axı. Bir də, yəni 0 halımız var. Bir də 99. Bu da mənə verir 200. Yəni maksimum əlimdə olan, yəni i-nin ala biləcəyi ədədlər 200-dür. 200-dən 160-ı həyə ödəyirsə, 40-ı da deməli K-nın payına düşür, 40-ı da LC halına düşür. Yenə burada qeyd edirəm. Deməli, mənim i-min qiymətləri hansılar idi? -100-dən -99-a qədər. -100, burada 100 dənə ədəd var. 0 halda var axı, i həm də 0-ı götürür. Bir dənə 0 halı eləyir 101, bir də 99 dənə müsbət ədəd. Bu da eləyir 200 ədəd. 200 ədədin 160-ı mənə deməli, H-ın 0-dan böyük bərabər şərtini ödədiyi üçün mən S-i artırdım. Digər hallarda da 160 bura ödəyirsə, deməli K da bərabər də olur 40-a.